Ekran yəqin qeyd edir. Deməli, burada harda qalmışdıq? Burada. Deməli, burada 5 vur 3x olur 15x. Çıxaq 5 vur 4 olur orada 20. Üstə gəldi 2 vur x 2x, 2 vur 4 alınır nə qədər? 8. Bərabərdir 6. 15x-in üstə 2x gələndə 17x alınır. Mənfi 20, bu da 8. Mənfi 28-dir. Bu yana atanda nə olur? Elə bil bu plus 20, bu da plus 8 orada. Düzmü? 34 oldu. 17x əgər 34 isə x burada 2 olur. Sağlam. 5. Tənliklər sistemi. Tənliklər sistemində elə alt-alta toplayanda bunlar gedir. Y ilə y gedir. Qalır nə? 3x qalır. Bu da alınır 21. X olur nə? 7. X 7 isə 7-nin üstünə gəlsən 12 alırsan 5. Y də olur 5. Səndən də vurmasını istədiyi üçün 7 vur 5 35 olur. Heç onu belə yazmaya ehtiyac qalmadı. Belə. Bir dənə çəkin. Buydu. Deməli, burada baxaq bir dənə. Görək nə var. Orada, deməli, 3-də 1 çıxat 4-də 1-in kvadratı. Yazaq da 6-da. 3-də 1 çıxat 4-də 1 kvadratı. Burada nə edirik? Buranı 4-ə vururuq, buranı 3-ə vururuq. Olur 12-də 1 çıxanda 4-dən çıxdım. Kvadratda 144-də 1 alınır. Bizdən nəyi soruşur? Tərsi. 144. 144-də 1-in tərsidir. Sonra bunu vurub açmaq lazımdır. A-nı B-yə vuracam. 7-ci sual. A-B. A-nı sonra C-yə vuracam. A-C. Sonra mənfi C-ni B-yə vuranda mənfi B-C. Mənfi C-ni C-yə vuranda C kvadratı alınır. Üstə gəlinsin. A-nı B-yə vuracam. A-B. A-nı C-yə vuracam, A-C minusla. Mənfi C-ni B-yə vuranda mənfi B-C-dir. Bir də mənfi C-ni mənfi C-yə vuranda müsbət C kvadratı alınır. Qutardı. Burada bunlar gedir. Deməli, burada nələr gedir? AC-lər gedir. Qalır 2 dənə AB qalır. Biri burada, biri də burada. 2 dənə mənfi BC qalır deyə. Da 2-ni çıxartmışam, bir də yazmıram təzdən. 2 AB ilə BC-nin də çıxmasını verib 2-də 1. Bunlar gəlir 1 qalır. Belə. 8-ci sual. 8-ci sualda baxaq görək. Ümumiyyətlə düz veribmi onları? Düz verib məncə nəyə görə? Bax, bura özü verib ki, əslində qeyd eləməlidir. Bu alfadsa, bu da alfadır. İndi şəkildə onları qeyd edibsə, deməli bərabərdirlər. Sonra sən tapırsan ki, qarşı bucaqlar bərabərdir. Yəni bura betadırsa, bura da betadır. 2 bucaq eyni olduğu üçün 3-cü bucaq avtomatik eyni olur. İndi baxaq. Səndən alfanın qabağını soruşur. Aşağıdakı 3 bucaqda alfanın qabağı x. Yuxarıdakında alfanın qabağı 9. Aşağıdakında qammanın qabağı 10. O birisində qammanın qabağı 6. 15 alınır da. 6 vur x, 9 vur 10. 15 qalır. Bu qədər. Deməli, əbob AB vur əkob AB-nin asili. Mən sizə demişdim ki, əbob AB-nə əkob AB-yə vuranda A vur B alınır. Yəni elə bil ki, A ilə B bunlar da 74 vur 102 alınır. Deyir, 5-ə bölünməsindən alınan qalığı. İndi belə deyək də, biz bunu buna vuranda axırı hansı ədədlə qutarır? 4-ü 2-yə vuranda axırı 8 ilə qutaracaq, döyüşmən. İndi axırı 8 ilə qutaran bir ədədi sən 5-ə böləndə qalıq həmişə 3 qalır. 18 olsun, 48 olsun, 78 olsun, fərq eləmir. Oldu? Çəyirsən çək.
Sonra bunlar şəkilləri biraz diqqətlə baxaq. Deyir ki, burada 4-sə, bax, yuxarıdan aşağı 8-dir. Bura 4-sə, avtomatik bura 4 qalır ki, 8 olsun. 5, 4, bəli, Pifagora görə bura 3 qalır. Ora 6-dırsa, bura da 6 qalır. Bizə nəyə soruşur? Perimetr. Tabi perimetrdə də hamısını toplayırıq. Bir dənə bu söz deyim ki, bu 4-ü səhvən toplamayın. O fiqura daxil deyil. Hə, nə qədər oldu? Hə, 32. O içəridəki 4-ü nəzərə almayın. O parçaya aid deyil. Bura sözümü çəkdim ki, oradan 3-ü tapaq. Oldu? İndi baxaq bura. 11-də. Biz qaydanı yazdıranda keçən dəfə, deyəsən sinəndə təkrarda keçmişdik. Demişdik, toxunanın kvadratı bərabərdir. BM nədir? Kəsənin özü vurulsun, çölündə qalan S. 36 bərabər 9 vur x olduğu üçün x nə olur? 4. Aydın da. Bir daha deyirəm, bax, nədir söhbət burada? Toxunanın kvadratı, yəni bu, bərabərdir. Kəsənin özünü bütöv götürürsən, vur, çölündə qalan hissə. Fikrim çatdı? Belə. Bunu təzəhicə keçsik 2 qrupla da deyəsən. Bir neçə dərs olar. Hə, keçmişik. Ərintinin 75 qram qızıl var deyir, 300 qram da gümüş var. Ümumi deməli 375 qram burada ərinti var. Bunun da deyir neçə faizi qızıldır? 75 qramı qızıldır. Faizə çevirəndə də 100-ə vururuq. Bir daha deyirəm. Ümumi ərinti 375 qramdır, 75-i qızıldır. Bunun neçə qatıdır? 5 qatıdır da, bəli. 100-də 5-ə böləndə 20 faizi verir. Qutardı getdi. Bu oldu 12. Keçsik 10-ca. Köklərindən biri digərindən 3 dəfə böyükdür. İndi bir dənə söz deyim. Köklər cəmi nədir burada? Köklər cəmi 12-dir. İndi köklərindən biri digərindən 3 dəfə böyükdürsə, deməli, misal üçün, bura K-dırsa, bura 3K-dır. Topladı nə oldu? 4K. 4K 12-dirsə, K alınır 3. K da 3-dürsə, bu 3. 3K-da olur 9. Kökün biri 3, biri 9-dur. K-nın hansı qiymətində deyir? Mən bura K yazmışam. İndi o K ilə qarışdırmayın. Biraz təsadüfi alınan bir şeydir. Kökün biri nə oldu? 3, biri oldu 9. Kökləri asil deyil bura. 3 vur 9 nə olur? Hə. Bilsəydim, indi K yox, A yazardım. İndi nəsə, bəxtixuda gəlib belə çıxdı. İmtahana belə şeylərin düşmə ehtimalı çoxdur. Paralipedin tərəflərindən biri 5, hündürlüyü 6-dır, həcmi 60-dır. Deməli, paralipiped deməyək, düz bucaqlı paraliped olmalıdır əslində yenə burada. Hər dəfə baxıram bu sualdan əsas şərtdə əksiklik olur. Hə, düz bucaqlı paralipiped. Hə, burada həcm tapanda A vur, B vur, S-də həcm. Düzdürmü? Həcm 60. Tərəfin biri 5, biri 6, digərində bilmirik nədir. 60-ı 30-a böləndə qalır 2. Düzdürmü? Oldu 3-cü til. A-nı tapdıq, B-ni tapdıq, C-ni tapdıq. Tam sətin sahəsi də belə tapılırdı ki, A vur B plus B. 2 vur AB, üstə gəl AC, üstə gəl BC. Yəni elə bil olur, 2 vur, nə deyək, bir dəfə 5 vur 6 götürəsən, bir dəfə 5 vur 2 götürəsən, bir dəfə də 6 vur 2 götürəcəksən. Yəni, üçünü də vurasan bir-birinə. O da nə verir? Gəl baxaq. 30, 10 və 12. 40, 52 vur 2, 104. Oldu. Belə.
Tərəfləri 13.4 və 4.9 olan üçbucağın 3-cü tərəfin ən kiçik tam qiyməti. Bax, bu da yenə üçbucaq bərabərsizliyinə aid sualdır. Çox düşən bir şeydir. Bax, buranı verib 13.4, buranı da verib 4.9. Burada x-dir. Biz dedik ki, iki tərəfin fərqindən böyükdür x. Cəmindən kiçikdir. Bu nə qədər olur çıxanda? 5 çıxanda 8.4, 8.3-dür deyəsən. 8.5, hə. Bu da alınır deməli toplayanda 18.3 deyəsən. Ən kiçik tam qiymət 9-dur. Elə bil 8.5-dən böyük olmalıdır axı. Oldu. Bu sual çox düşür imtahana. Buna diqqətli olun. İndi deyir ki, düzbucaqlanan uzunluğu enindən 3 cm böyükdür. Uzunluğu enindən 3 cm böyükdürsə, bura x-dirsə, bura x plus 3 olur, düzdürmü? Perimetri 26-dır. İndi oraya x-dirsə, bura da x-dir. Yuxarı x plus 3-dirsə, aşağıda x plus 3-dür. Perimetri tapanda 4x plus 6 olur. Yəni bunların hamısını toplayırsan. Və bu səndə 26-ya bərabərdirsə əgər, 4x-in olur 20, x-in nə olur? 5. Onda bura olur 8, bura olur 5. Sahəni də tapanda 5, 8-ə vurursan 40. Aydındır. Belə. Bu neçə idi? 16. 17-yə baxaq. 3 binanın hündürlükləri nisbəti 11, 14, 17-dir. Hündürlükləri cəmidə 84-dür. Gəlin onları həmin nisbətə bölək. Biri 11 idi, 11K, o birisi 14K, o birisi 17K olur. Hamısı bir yerdə 84-ü verməlidir, çünki cəmi 84-dür. 25 üstə gəl 17. Bu oldu 42K, 84. K da olur 2. Düzdürmü? K2-dirsə 11K olur 11 vur 2, 22. 14 vur 2, 28. 17 vur 2, 34. Bu oldu bunun hündürlükləri. Hər binanın ilk mərtəbəsi 4 metr, digər mərtəbələri isə 3 metr olarsa, ən kiçik binanın neçə mərtəbəsi var deyir bizə. Bir dənə oxuyaq. 3 dənə binanın hündürlükləri nisbəti. Bunun birincinin hündürlüyü 22-dir. Bununki 28-dir. Bu da 34-dür. Hər binanın ilk mərtəbəsi 4-dür və digər mərtəbələri isə 3 metr olarsa, ən kiçik binanın neçə mərtəbəsi var? Onda belə çıxır ki, hamısına bölünən ədəd olmalıdır da. Düzdürmü? Hamısına bölünən ədəd burada 2-dir. İndi bir dəqiqə. Hər binanın ilk mərtəbəsi 4-dür. Başa düşdüm. Digər hamısı 3 metrdir, eləmi? İndi bunların hamısının içindən birinci 4 metr çıxaq. Çünki birinci mərtəbə 4 metrdir də. Düzdürmü? 4 çıxaq. Nə qədər qalır? 18. 4 çıxaq 24. 4 çıxaq 30. Bu oldu bunların birinci mərtəbələri. Elə deyir də deyəsən. Bəli. Sonraki mərtəbələrin hamısı 3 metrdir deyə. 3-ə bölsəm neçə mərtəbə var burada? 6 dənə burada qalır. Amma birinci mərtəbəni də nəzərə alsaq, bura neçə mərtəbəlidir? 7. 3-ə bölsəm, burada nə qalır? Birinci mərtəbəni də nəzərə alsam, 9 mərtəbəlidir. Buranı da 3-ə bölsəm, 10 qalır. Amma birinci mərtəbəni də nəzərə alsam, 11. Deməli, ən kiçik bina 7 mərtəbəsi var. Fikrim çatdı nə deyirəm? Birinci mərtəbə 4 metrdir. 4 metri çıxırsan, sonra 3-ə bölürsən, görək neçə mərtəbə qalır o birincidən əlavə. 3-ə böldüm 6 dənə qaldı. Birinci mərtəbəni də nəzərə aldım. Ən balaca deməli 7 mərtəbəlidir. Bu sualı heç görməmişim. Maraqlı sualdır.
Baxaq, deməli biz baxırdıq 18-ə, hə. Buna aid funksiyada çox şey demişik. Birinci yazılan həmişə x-dir, ikinci yazılan həmişə y-dir. İndi y-in yerinə yazaq 5, x-in yerinə yazaq 1. İndi belə eləyək. Buna ataq bir yana, çıxaq 1, buna ataq bir yana plus 4, bərabər 2b. 2b bərabərdir, 5-in üstə 4, 9, 9-dan 1 çıxdım, 8. B də olur 4. Belə. Orada suallar xırda görsənir. A çoxluğu ondan kiçik mürəkkəb ədədlərdir. Deməli, ondan kiçik mürəkkəb ədədlər nə var? 4 var, 6 var, 8, bir də 9 var da. Ondan kiçik mürəkkəb ədəd nə idi? Yəni, sadə ədəd o idi ki, 1-ə və özünə bölünənlər. Qalanları nə idi? Mürəkkəb ədədləri idi də. Hə. B-də nədir? B-də 1, 2, 4, 8. Sənə nə deyir orada? Bu, birləşmə işarəsidir, U hərfi. Demişdim, United. Union. Hə, birləşəndə nə olur? 1, 2, 4, 8, 6 ilə 9-da əlavə eləsək, 6 dənə element olur. Bildiniz? Bir daha deyirəm, bax, 4, 6, 8, 9 götür. Orada çatışmayan nə var? Misal üçün, orada var 1, bir dənə, 1 ilə 2 çatışmır. Onları da əlavə eləyəndə görsən 6 dənə element olur. Düz dedim? Belə. 20. 20-də heç nə, 3-ü çıxardırsan, A plus B qalır. Bunu imtihana niyə salıblar, bilmirəm. 21. 9, x üstü 4, y üstü 6. 9-dan kökdən 3 çıxır. Bunlar üstü cüt olduğu üçün kökdən çıxanda sən bunları nə qoyarsan? Modul qoyacaqsan da ikisinə də, hə? Belə. İndi bir dənə belə bir şey deyəsən. X kvadratı onsuz da moduldan çıxanda yenə işarəsini dəyişməyəcək. Çünki çıxandan belə, kökdən çıxsa belə, nə olub yenə? Bir dəqiqə, mən onu kökdən çıxartmadım. Bir dəqiqə, y-in üstünü səhv qoymuşam. Y-in üstü 3 olur. Çünki bunun dərəcəsi 2-dir. 4-ü 2-yə böldüm 2, 6-nı 2-yə böldüm 3. Hə, x kvadratı yenə olduğu kimi çıxır. Çünki kvadratdır da, yəni mənfi çıxma ehtimalı var? Yox. Amma y üstü 3, y sıfırdan balaca olduğu üçün mənfi y kubu kimi çıxır. Üstü tək olduğu üçün. Bu da olur mənfi 3x kvadratı y kubu. Oldu? Qeyd elə bunu. Götürək. Amma bu qəşəng sualdır. Bax, digər rəqəmlərindən bir dəfə istifadə etməklə alınan ən böyük ədədlə ən kiçik ədədin cəmi. İndi orada şeydir, istifadə etməklə alınan ən böyük ədədlə bir dənə bir şeyi məncə əksik qoyublar. Nəyi? Neçə rəqəmli? Onu deməyib. Amma yenə də baxaq. Hamısını istifadə edək onda. 9, 8, sonra böyük nədir? 4, 3, 2, 1. Bu alına biləcək ən böyük ədəddir. Amma hərəsini bir dəfə istifadə eləməlisən. Sonra ən kiçik ədəd də nədir? 1, 2, 3, 4, 8, 9. Burada böyük mərtəbəyə kiçik ədəd qoyursan ki, ədəd balaca qalsın. Oldu? Toplayanda nə alınır burada? 0, 1 yadda. 0, 1 yaddadır. Onu yazdım. 1 yenə yadda. 7 eləyir, 1 yaddaydı. 8, 7, 0, 1 yadda. Burada da 11 qarə. Belə bir cavab alınır. Aydındır. Əslində, sual mənim yadımda qalan qədəri ilə belə idi ki, alına bilən ən böyük 4 rəqəmli və yaxud da 3 rəqəmli. Nəsə onu deyirdi. 23. Deyir, median 13-dür. Median nə idi? Ədədləri artan sıra ilə düzürdün. Ortada əgər bir ədəd qalırsa, o mediandır. 2 ədəd qalırsa, toplayıb yarıya bölürdün. Yəni, misal üçün, baxırsan ki, bax, buradan birini, buradan birini sildin. Buradan birini, buradan birini sildin. Buradan birini, buradan birini sildin. 2 ədəd qalırsa, nə edirdin?
Topluyordun, yarıya bölürdün. Sənə də deyir median 13'dür. Onda x plus y nədir? 26. İndi sən deyir hasilin ən böyük qiyməti nə olar? Hasilin ən böyük qiymət deyəndə nəyi nəzərdə tutur? Bax, bir dənə belə bir şey deyim sizə. İndi orada bizə verilən ədədlər neçə ilə neçə arasıdır? 7 ilə 17 arası ədədlərdir. Düzdür? Misal üçün, sən bunu götürə bilərsən, x-i 7 götürdün. O birisi məcbur neçə olmalıdır? 19. 19 olma ehtimalı yoxdur da, çünki 17-dən balaca olmalıdır, ya da 17-yə bərabər olmalıdır. Ümumiyyətlə, mən sizə bir söz deyim. Ədədlər nə qədər yaxın olarsa, hasil o qədər böyüyür. Yəni, misal üçün, ikisinin də ödənməsi üçün mən hər ikisinə 13 qoymaq istəyərəm. 13'ü vur, 13'ə nə alasan? Ən böyük qiymət 169 çıxacaq. Amma belə istəyirsiniz, belə də göstərim. Yəni, bax, misal üçün, ədəd yazın. 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi vura-vura gedək, bax. 1 ilə 8-i vuranda 8. 2 ilə 7-ni vuranda 14 daha böyük alındı. 3 ilə 6-nı vuranda 18 daha böyük alındı. 4 ilə 5-i vuranda 20 daha böyük alındı. Ədədlər bir-birlərinə yaxınlaşdıqca hasil həmişə böyüyür. Bərabər olanda ən böyük qiymətini alır hasil. Yaxşı? Bu nümunə üçün demişdim, yəni. Ona görə 13 ilə 13 götürdüm. Çünki ən yaxın ancaq elə ola bilərlər. Sonra 24 ehtimal sualıdır. Bax, bu qəşəng sualdır. Verilmiş nöqtələrdən təsadüfən seçilmiş hər hansısa birinin çevrəyə qədər məsafənin radiusdan kiçik olması hadisəsinin ehtimalı. Bax, bir dənə belə bir şey deyək. Bu nöqtələrin radiusdan kiçik olması bu 4 halda baş verir. Çünki çevrənin içindədir. Radius tutaq ki, bax, mərkəz bura deyil. Mərkəz bura tutaq ki. Buradan bura 5'dir radius, amma məsafə nədir? 4'dür. Radiusdan kiçik olur, görsən? Amma misal üçün, buradan aya qədər məsafə radiusdan daha böyük çöldə qalır. Amma f nədir? Radiusa bərabərdir. Yəni, radiusdan kiçik deyəndə içəridəkilər götürəsən. Böyük deyəndə çöldəkilər götürəsən. Radiusa bərabər deyəndə çevrənin üzərindəkilər götürəsən. İndi sənə deyir, radiusdan kiçik olması. Neçə nöqtə var ümumiyyətlə orada? 7 nöqtə var. Neçəsi radiusdan balacadır? 4 dənəsi radiusdan balacadır. 7-də 4 ehtimal. Bilirsiniz? Desəydi ki, radiusdan böyük 7-də 1. Desəydi ki, radiusa bərabər yenə 7-də 1. Yoxsa 7-də 2? 7-də 2, hə, 7-də 2. Aydın da? Çəkmirsən? Hə, örtəb. Sən bir dənə qapını örtə, zəhmət olmasın. Bir daha buna baxaq. Hə, bax bu. Çevrə tənlikləri bilirsiniz ki, biraz yaddan çıxan şeydir. Çevrə tənliyin düsturu birincisi buydu. X çıx A kvadratı, üstə gəl Y çıx B kvadratı, bərabər nəyə? Radiusun kvadratına. Belə idi də düstur. İndi sənə deyir ki, diametrin ucu nöqtələri. Diametrin ucu nöqtələri arasında məsafəni tapsam, onda diametrin uzunluğunu taparam da belə çıxır. İki nöqtə arasında məsafəni mən sizə öyrətmişdim ki, x-dən x çıx, yəni 5-dən çıx -3-ün kvadratı, üstə gəl y-dən y çıx. Bunun kvadratını tap. 5-dən -3 çıxanda toplamaya çevrilir, olur 8. 8-in kvadratı. -3-dən -3 çıxırsan, -6 kvadratı 100 olur, 100-dən də 10 çıxır. Deməli, diametr nədir? 10. Radius nədir? 5. Tənliyin deməli, axırı 25 ilə qutaracaq. Bunu bildiniz? Bir də ki, diametr... Bir də diametrin uc nöqtələri. Diametrin uc nöqtələri məsələsi. 5 -3
5 mənfi 3. Mənfi 3, 3. Mənfi 3 oldu. Bir dəqiqə. 5 mənfi 3 aşağı düşür. O əslində vacib bir şey deyil. Bir də mənfi 3, 3. Belə olur. Mənfi 3, 3. Bir də 5 mənfi 3. İndi təqribən oxşatmaq istədim, amma bu belə vacib deyil. Əsas söhbət burada nədir? Mən sənə nəyi göstərmək istəyirəm? Çevrənin mərkəzi. Mərkəzi nə olur? Sizcə. Mərkəzi. Hə, mərkəz nöqtəsini nətər taparsan? 2 bir də 0. Toplu bir yarıya bölər. Toplayıb yarıya böləsən. Bax, mənfi 3-dür, bu da 5-dir. Topladın, 2 eləyir. 2-nin yarısı nə olur? Bu getdi. 3-ün üstə mənfi 3 gələsən 0. 0-ın yarısı 0. Deməli, mərkəz koordinatı nə oldu? 1, 0. Onda yazarsan x çıx 1-in kvadratı, üstə gəl, y çıx 0-ın kvadratı. Bərabərdir, radiusa nədir? 5-dir. Oldu 5-in kvadratı. X çıx 1-in kvadratı, üstə gəl, y kvadratı bərabər 25. Oldu belə. Çevrənin tənliyi bu formada olur. Orada, sən çək bir dənə. Hə. Orada bir dənə söz deyim sizə. A ilə B nə idi? Mərkəz koordinatları. Bəli. Ona görə birinci mərkəzi tapmaq vacibdir. 6 ballıq sualdır. Çətin deyil məncə. Radiusda etsə bilirsiniz daha nədir. Aydın da qutardı getdi. Mən skalyar vurum nədir? Skalyar asil. Onu deyirsən, vektorda olur. Skalyar asildə x-ə vursan, üstə gəlirsən, y-ə vursan. Buraxılışda çıxır. O sizdə yoxdur. Var idi. Yəni, əslində sizin məktəb dərsliyində var. Sadəcə imtahan tez keçirildiyi üçün proqramı salmayıblar. Oldu. Yılın axırında keçirir. Hə, sizdə misal üçün, İmtahanda kimdə keçirsən olar. elə bil silsilə sizdə var 9-da. Amma proqramda yoxdur. Vektor var proqramda. Yəni necə? Dərs proqramda var. Amma apreldə imtahan olduğu üçün imtahan proqramda yoxdur. Yaxşı, daxili bucaqların cəmi. Daxili bucaqların cəmi 180 vur, n çıx 2-dir. Bu 1980-dir. 1980-i 180-ə böləndə qalar 11. Düzü? N-də nə olur? 13. Tərəflərin sayı olur 13. Belə. Mən sizə deyirdim dəfələrlə ki, o çox bucaqlardır, 4 bucaqlardır, onların qaydalarını əzbərləyin. Bir dənə belə sadə bir sual düşür. Bir dənə düsturu bilsən, cavab çıxacaq. Ona görə düsturları mütləq öyrənin. Bu asan bir şeydir. Niyə? 17-nin üstə 14 gəlirsə nə qədər olur? 31. 56-dan da 31 çıxanda 3-cü tərəf tapsan da. Nə qalır orada? 25. Qutardı getdi. Fikrim çatdı? Belə. Bunu heç yazmaya ehtiyac olmadı. 3-ə baxaq. 1 böl x plus 1. Üstə gəlsin 1 böl x plus 3. Bərabər 5 böl 12. İndi mən sizə bunun bir əsl yolunu öyrədəcəm. Bir də fırıldaq yolunu. Birincisi, əsl yol nədir? Normalda sən bunu vurmalısan bura. Buna vurmalısan bura. Yuxarıları toplayanda olur 2x plus nə? 4. X plus 3'ü x plus 1'ə də vuranda nə olur? X-i x-ə x kvadratı, x-i 1'ə x, 3x-ə 3x. Toplayanda nə oldu? 4x. Bir daha deyirəm. 3'ü x-ə, mən neynədim? Bax, x-i x-ə vurdum x kvadratı. X-i 1'ə vurdum 1x, 3'ü x-ə vurdum 3x. 1x-dən 3x oldu 4x. 3'ü də 1'ə vuranda nə olur? 3. Oldu. Ortam məxrəc elədi. Buranı da 5 bölü 12 yazıram. Çarpaz vuraq. 5'i vurdum aşağı olur. 5x kvadrat plus 20x plus 15. Bərabər 12'ni də vuranda 24x plus 48. 5x kvadratı. 20x-dən 24x çıxanda mənfi 4x qalır. 15'dən 48 çıxanda 33 qalır deyəsən. Mənfi, hə. Diskriminant bərabər 16 çıxaq, 4 vur, 5 vur, mənfi 33. Bu da toplama olacaq. 16 üstə gəl, nə qədər edir bu? 660 edir deyəsən. O da 676. 26-dır.
24-də 576-dır. Hə, mənfi 4 isə müsbət 4. Bu olur 26-nın kvadratı 676. 2 vur 5-də bura. 30-u da ona böləndə 3. Böyük kökü dediyi üçün elə birbaşa bunu götürürəm. Çünki o birisində 4 çıx 26 olacaq deyə balaca kök alınır. Oldu? Bir də ki, işin fırıldağı nədir? Yəni, getdin imtahana tutaq kökü tapa bilmirsən, cəbəlləşirsən 5 saat. Götürürsən, cavabları bir-bir yerinə qoyursan. Yəni, misal üçün, sən böyük kök demir, böyükdən başla yerinə qoy. Ən böyük nədir? 5. 5-i qoyarsan yerinə, misal üçün, 6-da 1 üstə gəl, 8-də 1. Toplayanda 12-də 5 eləyir, eləmir. 4-də 1, 4-ü qoyursan yerinə, 4 üstə gəl 1. 5-də 1 üstə gəl, 7-də 1, 12-də 5 eləyir, yox, yenə eləmir. 3 qoyanda aşağı olur 4. 4-də 1 üstə gəl, 6-da 1, 12-də 5 verir. Yəni, bir-bir yerinə qoyub cavabı düz tapa bilərsən. Elə çox vaxt aparmır, yəni belə deməyinə baxmayın. Şifayə deyirik deyə biraz şey görsən. Çəksən bir dənə onu. Tənlikdir, bərabərsizlikdir, yəni yerinə qoymaqla olsa nəsə çıxartma olur. Bayaq da bir dənə sual var idi, deyirdi, hansı qiymətində bərabərsizlik ödənər? 2x kiçik 4 idi, nə idi elə bir sual. Bax, sizlə biz, indi bu sualla keçməzdən qabaq bunu deyirəm. Həndəsənin əsas anlayışlarını yadınızda təkrarladıq. Təkrarlayanda orada mən sizə dedim, o qaydalara, fiqurlara nəzərinizdə saxlayın. Burada nətər idi? 110-un üstə 150 gəlirdin. Sonra nə inirdin? 180 çıxırdın. Yəni 260-dan 180 çıxanda 80 qalır. Qutardı getdi. Aydın da, yəni orada işlədiyimiz fiqurlardandır. Yəni güvəndə nə işləyibsə odur. Toplu deyil, heç güvən qoya qırağa. Bu nədir? Dövrdə 6-dır. Dövrdə 6 olanda 9-da 6 olmur bu. Dövrdəkilərin sayı qədər elə bil aşağıda 9 olur, yuxarıda da 6. Bunda ixtisar aparsaq nə olacaq? 3-də 2 x olacaq da bura. Hə? Y bərabərdir. 3-də 2x olsa əgər, sən bunu vurarsan bura nə olacaq? 3y bərabər 2x. Bu getdi. İndi bura fikir ver. 3y verib sənə. 3y-in yerinə nə yazasan? 2x yazasan da. 2x üstə gəlib 5x bərabər 21. 7x bərabər 21. X-ə bərabər 3. X 3-dürsə, bura 3 qoysaq əgər, 3 aparacaq, y nə qalır? 2. 3 vur 2 də 6 edir. Biraz çox uzatmıram, yəni elə birbaşa yazıram. İnşallah ki, başa düşürsünüz. Sağ ol. Burada baxaq görək. Bu asandır. Yenə də baxaq da nə olacaq. Burada bir dənə vacib sual da var. Görüm onun oxşarını tapsam, fikirləşə bilsəm sizə deyəcəm. Bax, neçədən x var burada? Bu heç. Bu adi sualdır. 3x. 9, 10, 11. 30 eləyir toplayanda. 3x bərabər 57-dən 30 çıxanda x nə qalır? Qutardı getdi. Tərsləşib bu. Getdi. Bax, bu suallar çaşdırıcı sualdır. Bax, modul açılanda həmişə nə çıxır birinci? Böyükdən kiçik çıxırsan. Hansı böyük? Y böyük. Onda yer dəyişmir də burada deməli. Deməli, qalır burada şey. Y çıxa x. Amma toplama olanda onun fərqi yoxdur. Toplanan yerini dəyişən olsacaq, dəyişməyəcək. Yəni, istəyirsən x plus y yaz, istəyirsən y plus x yaz. Amma nəzərə al ki, qabaqda mənfi varsa, çıxandan sonra ikisinin işarəsini dəyişəcək. Y ilə y getdi. Yuxarıda nə qaldı? Mənfi 2x. 2 dənə mənfi x var. Böl 8 bərabər nədir? Mənfi 9-a. İndi mənfi 2x bərabər mənfi 72. X 36. Oldu belə. Əslində bu sual səhv düşüb. İfadəni sadələşdirin deyir, amma yəni burada qiymət qoyub. Sadələşdirin suallarında heç vaxt tənlik olmur.
Bunu bilin. Yəni tənliyə həll edin yaza bilər. Yəqin ki, burada ya bu bərabərin yerinə nəsə bir işarə olub, ya nəsə. Bilmirəm daha orada problem var. Kök 36-dır. Başqa bir variant ola bilməz. Özdə burada bir şey də var ki, ikisi də müsbətdir. Y də müsbətdir, X də müsbətdir. Yəni mənfi olsaydılar cəhənnəm. Nəsə burada işarə falan dəyişərdik. Sual konkret burada dəqiq problemlidir. Bu belə. Ədədin neçə sadə böləni var? Yox, bir dənə. 2 dənə. 11 sadə ədəddir, 29 da sadə ədəddir. 2 dənə sadə bölən var da, qutardı. Başqa nə var? Hə. Hə, natural bölənlərin sayı desəydi 4 dənə. Düzdür? Yəni mənfilər. Yox, mənfilər yox. Natural bölənlərin sayını desəydi bundan bir dənə, bundan da bir dənə. Neynirdik? Üstlərinə bir gəlmirdik. 1 plus 1 vur 1 plus 1. Olacaqdı 4 dənə. Həm də ki, natural bölənlərin sayı bilsə nə deməkdir? Bax, misal üçün, 11 vur 29 deyil. 11 vur 29-un bir natural böləni 11-dir. Bir natural böləni 29-dur. Bir natural böləni 1-dir. Bu ədəd 1-ə bölünür də. Bir də ki, hə, 11 vur 29-un özüdür. 4 dənə elə çıxır. Bildiniz nə demək istəyirəm? Yəni, misal üçün, 3 vur 5-in neçə dənə natural böləni var? Neçə? 4 dənə. 3 vur 5, 15 deyil. 15 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür, 15-ə bölünür. Bildiniz nə demək istəyirəm? Ona görə. Olsa çəkmişdim də bunu. Keçən dəfə də dedim, bax, o 9-cu sual 11-ənin imtahanına düşmüşdü. 9 marta. Hə, ədəd fərqli. Köhtə 2-ni köhtə 8-ə vuranda köhtə 16, köhtə 16-dan nə çıxır? 4. O 81 edir. Aydın da. Elə bil ki, mən bu sualı yazmışam, amma tam bilmirəm kimlə yazmışam. Siz nə yazmamışıq bu sualları? Yox. Nəsə? Nədə? Ola bilər eyni oxşar sual olub. Belə tam yadıma da gəlmir, amma belə nəsə yadıma gəlir. Bilmirəm valla. Yox, nəsə imtahan sualı. Bəlkə də 8-lərlə yazmışam. Ola bilər ki, 8-ci siniflərlə sınaq işlərdən də yazmışam. Orada nə deyir? 3 ardıcıl cüt natural ədədin cəminin. Ardıcıl cüt deyəndə nətər artır? Misal 2, 4, 6 deyil, 8, nə bilim, 2, 2 artır. Yəni, biri x-dirsə, obisi x plus 2-dir, obisi 4. Bunların cəminin, yəni 3x plus 6-nın topladığında hamısının 80% nədir deyir? 100.8-ə bərabərdir. Gəl belə bir şey deyək, bu sıfırlar silək. Onu vuraq bura, vergülünü aparsın. 1800-8-ə böləndə qalır artısa 126 deyəsən. Çünki 8-ə 125 qalır, burada 126 olur. Burada 126-dan 6 çıxırsan 120 qalır. X-də nə olur? 40 qalır. Aydın da. İndi ən böyük ədəd deyir, orada çaşmayın. Bura 40-dır, bura 42-dir. Bura 44-dür. Ən böyük ədəd deyəndə onu tapırsan. Bir də bir şey deyim. Bu heç. Ordinat nə idi? Y. Yəni, sən burada ordinatı 3 deyirsə, bunun yerinə 3 qoyasan da, düzümü? Mənfi 17-ni bunun üstünə atsan, burada mənfi də, bu yana gəndə nə olur? 3 üstə gəl 17 nə oldu? 25x isə, x nədir? X 4. Aydın da. Hə, çəkə bilərsən. Nətər edin bunu? Hə, beləcə. Bax, mən bayaq demək istədim belədir. Əgər bir sualda sadələşdirin deyirsə, orada adətən, belə deyək də, birbaşa kök çıxmır. Yəni, belə 11b-də çıxa bilər, 5a kvadratda çıxa bilər və s. Yox, indi vurub asacaq o heç. 3b-ni 2b-yə vurarsan 6b kvadratı, 3b-ni 1-ə vuranda 3b, 2b-ni 3b kvadratına vuranda 6b kvadratı.
Mənfi 2b-ni mənfi 4-dən müsbət 8b alınır. Bunlar getdimi? 3b-nin üstə 8b. Bayaq mənim demək istədim buydu. Bayaq biz tənliyi həll elədik. Görürsünüz, orada tənlik kimi tənlik verib, amma sadələşdirin qoymuşdu axırına. Tənlikdə heç vaxt sadələşdirin olmur. Sadələşdirin biz hansı bölmədə görmüşük? Adətən çox ədin vurğulara ayrılması, bir də şeydə tam zəvri ifadələr var idi. Orada öncə tənliyi həll edib x-i, y-i tapmırdın. Tərs ədədlər nə idi? 5-lə 5-lə 1. Asa, yerlər dəyişir. Əks ədəd də işarəsi dəyişir olan. Yadda saxlayın. Əksdə işarə dəyişir, tərsdə ədədlərin yeri. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Bu deyil, bu deyil. Budur. Niyə? Çünki bu 2-də 5 demək deyil. 2-ni 2-yə vurub sizə 1 gəlsin. 5-də 2, 2-də 5. Nə oldu? Yerə dəyişsə demək tərsi. BDA 70-dir. Və yenə dəxtsiz bir yeri verib. BOD-ni soruşur. BDA burada, düzümü? 70-dirsə, bura nə olur? 140. Bura 140-sa, burada 140 olmur. Çünki mərkəzi bucaq qövsünə eyni idi. Əgər belə olsaydı, bura nə olacaqdı? Bu nə alınır? Daxilə çəkilmiş bucaq. Oldu? O birisi də mərkəzə çəkilmiş bucaq. O birisi mərkəzi bucaq. Yəni göz oranı sileyim sonra. Şu. Bu nədir? Bax, bu sualdan narahatam. Mən sizə demişdim, ən çox imtahana düşən sual. Funksiyada. Funksiyada ən çox imtahana düşən sual budur. İndiyənə qədər 11-lərə də, 9-lara da. Bir dənə bir məsələni qeyd edeyim ki, burada özü götürüb verib, y bərabər kx plus b. Bir də görsən ki, vermir. Mən bir 70% görmüşəm ki, verməyib. Onsuz da sən baxanda görməlisən ki, düz xətdirsə, qrafiki demək bu xətti funksiyadır. Xətti funksiya varsa demək kx plus b mütləq var. Buranın nöqtəsi nədir? Y kəsəndə nə olur? X 0, y-də özü 3 verib. X-i kəsəndə y 0 olur. Oldu? Y bərabərdir kx plus b bura. İndi nə edəcəm mən? Bir dəfə x-ə 0, y-ə 3 qoyacam. B nə oldu? 3. B 3-dürsə, deməli bizim yeni funksiyamız nədir? Kx plus 3. Bu dəfə x-ə 3, y-ə 0 qoyacam. 3 atasam bir yana mənfi 3 olur 3k, k da olur mənfi 1. Deməli bizə nə deyir? K plus b, yəni mənfi 1 üstə gəl 3. Nə olur? 2. Bu sual çox düşür imtahana. O nöqtəni həmişə baxın. Y-i kəsbsə x 0-dır, x-i kəsbsə y 0-dır. İndi x-in adları nə idi? X-in. Absis. Təyin oblası. Argument. Sərbəst dəyişən. Bir daha sayıram. X-in adları absis. Ox olaraq absis deyilər. Absis oxu. Qiymət aralığı olaraq təyin oblası deyirlər. Yəni x-in ala biləcəyi qiymətlər təyin oblasıdır. X-in digər adı argumentdir. Misal üçün deyir, argumentin hansı qiymətində tənlik neçəyəsə bərabər olar. Yəni x-ə nə qoysan da o mənada. Bir də sərbəst dəyişən odur ki, yəni x-in qiyməti sərbəst dəyişir. Nə istəsən verirsən, y ondan asılı olaraq qiymətlər alır. Düzdür? Yan səthin sayısı 40 olan kubun tam səthin sayısı. Kubun tam yan səthin sayı düsturu nə idi? Bəli, yan 4a kvadratıdır. 4a kvadratı 40-sa, a kvadratı 10-dur. İndi s tam soruşur. Bu doğru şey. 6 vuran 60. Oldu.
17. Bax, bu sual deyəsən səhv idi. Bu sual yazmışdıq və səhv idi. Nəyə görə səhv idi? Çünki belə deyək də, vuruqlarından biri 0 olarsa, həmişə nə olurdu? İfadənin özdə 0 olurdu. İndi sən orada x plus-ə 0 qoysan əgər, x nə olur? İndi, deməli, x-ə mənfi 3 qoyanda burada nə olmalıdır? 0. İndi x-ə mənfi 3 qoy. Mənfi 3-ün kvadratı m çıx. Mənfi 3 qoyanda 3n plus 21. Onda bu da nə olmalıdır? 0. 9n plus 3n bərabər nəyə? 3-ə də böləndə hər tərəfi 3n plus n bərabər mənfi 7. Belə olur. Orada n plus n-i yox, 3n plus n-i soruşur. Bu sualı yazmışıq, amma harada yazmışıq, yazma salamdır. Yox, topluda yox. Burada yazmışıq. Təzəlikcə nəsə dimdə yazmışıq bunu. Nəyə görə deyirəm? Çünki dimdə bu sual başqa cür idi. Orada nəsə biraz deyirəm də, çapda səhv gedir. 18. 5 ilə 10, 5-ə böldün 1, 5-ə böldün 2. A-ya böldün 1-i getdi, A-ya böldün getdi. C-lər getdi. Yuxarıda nə qaldı? B. Aşağıda da 2A. Oldu. Yazma, bir dənə deyəm. Qoy oranda şey deyək. Bir yan avtobus çək bir də. Dəqiq yazmışıq bunu mən. Nəsə qızı oldum. Hipotenuza çəkilmiş hündürlüyü 4/2 olan bərabər yanlı düz bucaqlı üst bucaq. Deməli, bərabər yanlı deyil. Bərabər yanlıda hündürlük həm də nədir? Median. Həm də tam belə. Biz median kimi nəzərə alaq. Median nə idi düz bucaqlı üst bucaqda? Hipotenuzun yarısı. Yəni əgər median 4/2-dirsə, hipotenuz 8/2 olur. Mən orada 4/2, 4/2 yazıram. İndi burada belə bir məsələ də var idi. Misal üçün, bura A, bura A-dırsa, bura nə olurdu? A/2 olurdu. İndi bura 8/2-dirsə, deməli tillər nədir? Katetlər 8-dir. Sahəni də soruşanda biz A-nı B-yə vurub yarıya bölürük. Yəni katete vurub yarıya bölürük. 32. Oldu. 20. İbrahim və Vüqar 6 mərtəbəli binaya liftlə 1-ci mərtəbədən minirlər. Liftlə 1-ci mərtəbədən minirlər. Nəysə. Onlardan hər biri 2-ci mərtəbədən başlayaraq düşə bilirlər. İkisinin də 4-cü mərtəbədə düşmə ehtimalı. İndi belə deyək, 6 mərtəbəli olduğu üçün bunlar neçə mərtəbə qalxa bilərlər? 5. 1-ci mərtəbədə dayanıbsan da. Da 2, 3, 4, 5, 6-ya çıxa bilərsən ancaq. 5 dənə mərtəbə çıxa bilərsən. O 5 dənəsindən biri 4-cü mərtəbədə, düzdürmü? Hə. Tutaq ki, İbrahim indi 1-ci mərtəbədən mindi. 5 dənə seçimi var. 2, 3, 4, 5, 6. O 5 seçimdən bir dənəsi 4-cü mərtəbədir. Yenə Vüqar da minsə, yenə 5 seçimdən bir dənəsi 4-cü mərtəbədir. Deməli, nə olur ehtimal? 25-də 1. Bu sual 11-nin imtahanı biraz fərqli düşmüşdü. Necə düşmüşdü, mən sizə deyim. Yəni, onu da indi beynimizdə quraşdıraq da. Orada deyir 7 mərtəbəli binaydı. Sadəcə orada nə deyirdi? Bax, deyir 3 nəfər liftə miniblər. Mən indi sualı sizə belə deyim də. Orada məsələ başqa cür idi. Deyir ki, hərəsi fərqli mərtəbədə düşmə ehtimalında. Hərəsinin müxtəlif mərtəbələrdə düşmə ehtimalı. Bax, 7 mərtəbəli bina deyil. Üçümüz də indi 70 oradayıq da. Onda 6-da 1, 5-də 1, 4-də 1. Hə, indi orada məsələ başqa cürdür. İndi onu sizə deyim. Necədir? Baxın. Deməli, tutaq ki, sənsən, mənəm, bir də sənsən. Üçümüzük də, düzümə. Hə. Sənin də 6 seçimin var. Mənim də 6 seçimim var. Sənin də 6 seçimin var. Üçümüzün də 6 dənə seçimimiz var.
Burası indi orada bir dənə söhbət var. Söhbət nədir? Hansı mərtəbədə istəsək düşə bilərik, problem deyil. Sadəcə məsələ orasındadır ki, üçümüz də ayrı-ayrı mərtəbələrdə düşməliyik. Bax, misal üçün, sənin neçə dənə seçimin var? 5. Hə? 6 dənə. Sənin 6 dənə seçimin var, düzdürmü? Sənin üçün neçə seçimin qaldı? Sənin 5 seçimin qaldı, çünki o düşdüyü mərtəbədə düşənməzsən. Sənin düşdüyün mərtəbədə də mən düşənmərəm. 4. Başa düşdünüz indi? Belə olur söhbət. 20, nəysə, bu da olur 18-ə 10. Yox, 4-ə bölsək, nəsə, o da belə bir şey. Hə, belə düşmüşdü. Orada yəni nəzər almalı olduğu şey 2 dənə idi. Uşaqlar nədə çalışmışlar? Birinci o mərtəbə söhbətində. Elə bilirlər ki, o 7 mərtəbəlidirsə, elə bilir ki, liftə minib birinci mərtəbədə düşə bilər. Elə şey yoxdur axı. Birə minibsənsə, sən daha 6 dənə mərtəbə seçimin var da. Düzdürmü? 6 səndə seçim var, 6 məndə, 6 onda var. Hə. Birinci 6-sından birini seçə bilər. Kef hansını istədi, düşür. İkinci 5 dənə seçimi var. Çünki onun düşdüyündə düşənməz. Üçüncü belə yəni 2 dənə seçim azalır deyə 4 dənə seçimi qalır. Çünki nə sənin düşdüyündə, nə də onun düşdüyündə düşə bilməz. Bildiniz nə demək istəyirəm? Bir də uşaqların başına da qarşı deyirlər, bəs bu 6-6 nətər olur? 6-6 necə olur? Mən sizə deyim də, liftə minmişəmsə, onsuz hardasa düşməliyəm də. Bu hadisə mütləq baş verməyəcək. Hətta ya 2-də düşəcəm, ya 3-ə düşəcəm, ya 4, ya 5, ya 6. Yəni 6-da 6. Bu hadisə mütləq baş verəcək. Hardasa düşəcəm. Lift xarab olmasa. Yəni o sualı bir də görsən elə də verirlər. Düzdür, inanmıram sizə o səviyyə bir şey düşür, amma yenə də demək indi borcumdur. Burada neçə dənə sual qaldı? 4 dənə ya 5 dənə. Buna baxın. Kvadratın tərəflərin orta nöqtələrini birləşdirməyini ikinci bir dənə kvadrat alıblar. Bax, bir dənə kvadrat çəkdik. Bunun orta nöqtələrini birləşdiriblər. İkinci bir dənə də kvadrat alıblar. Aha. İndi məsələ nədir burada? Bax, bunun tərəfi A-dır, bu da A-dır, bu da A-dır, bu da A-dır. Bu diagonal nədir? Kvadratda diagonal nə idi? A köhtə 2. Orta yox, A bütöv A köhtə 2-dir. Bildiniz? İndi bu A köhtə 2-dirsə, bu orta xətt nə olur? A köhtə 2 böl 2, yarısı. Düzdür? İndi sənə nə deyir? Bu kvadratların xaricini çəkmiş çevrələrin radiusları kvadratların nisbətini tapın. Radiusların kvadratların nisbəti. İndi məsələ odur ki, biz dedik ki, tərəflərin nisbəti nədirsə, radiusların nisbəti də eyni şeydir, perimetrlərin nisbəti də eynidir, medianı, hündürlüyü, sahədən və həcmdən başqa hər şeyin nisbəti eynidir. Bunların tərəflərin nisbəti, bir də oxuyum, bu kvadratların xaricinə çəkilmiş çevrələr. Hə. Yəni, bunun tərəfi A-dır, o birisinin tərəfi nədir? A köhtə 2 böl 2. Düzdür? Bunların nisbəti həm də radiusların nisbəti deyil. Məntiqlə. Dedikdə eyni şeylərdir. Onda yaxşı. Bəs radiuslarının kvadratlarının nisbəti nə olar? Elə bunların kvadratları olar da məntiqlə. O olacaq, bu A-lar geçsin əvvəl. 1-in kvadratı 1, köhtə 2-in kvadratı 2, 2-in kvadratı 4. 1 böl 4-dəki nə inir? 2-də 4. 2 qalır. Yəni, tərəflərin nisbəti aynən A köhtə 2 böl 2-dirsə, radiusların nisbəti eyni şeydir. Bir dənə sahə nisbəti nə olur? Kvadratı qədər. Bir də həcm nisbəti nə olur? Kubu qədər. Burası deyəsiz ki, niyə kvadratı yüksəltdim? Özü deyirdi ağzından ki, radiusların kvadratların nisbətini tap. Ona görə mən Hətta kvadratı özü dediyi üçün elədim. Yoxsa belə eləməyəcəkdim. Hə, onu çək, o yerləşməyəcək. So.
Vahid ilk öncə kitabın 40%-ni, daha sonra isə 5%-ni oxudu. Bir dəqiqə. İndi burada bir dənə əmma var. İndi bilmirəm burada necə deyib, bəlkə çaşıb, bəlkə çaşmayıb. Məncə çaşmayıb. 40%-ni oxuyub, sonra 5%-ni oxuyub. 45%-ni oxuyubmu? Neçə faiz qalıb? 55%. 55%-i 110 səhifədirsə, bəs 100% nədir? X. İndi bu bunun 2 qatıdırsa, bu da bunun 2 qatı olmur. Hadi 200 olur bu da. X nə oldu? 200. Neçə səhifəsi var? 200. Burada mən nəyə diqqət eləməyinizi istəyərəm? Burada deyir ki, ilk öncə 40%-ni, daha sonra 5%-ni oxudu. Ona görə rahat 45% dedik. Amma bir də görürsən məsələdə deyir, əvvəl 40%-ni oxudu, sonra qalan səhifənin 5%-ni oxudu. Qalan sözü deyəndə söhbət dəyişir. Sən misal üçün də 100 səhifə deyil, 40%-ni oxudu, 60% qalmadı, 60 qaldı. 60-ın gərək 5%-ni hesablayasan. Orada ki, məsələ tamam dəyişir. 23. Deyir, A-da 8 element var, B-də 6. Birləşsə, o hərfdə ən çox neçə element olar? 14 dənə. Niyə? Bax, elə bil ki, səndə, nə bilim, belə deyək də, bir dənə vərəqə rəqəmlər yazmışsan, orada yazmışsan 1, 2, 3, 4, 5, 6, 7, 8. Mən də yazmışam ora, tutaq ki, 9, 10, 11, 12, 13, 14. Eyni ədədlər olmadığı üçün birləşdirəndə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 olur. 14 dənə olur. Bəs birləşdirəndə ən kiçik qiymət nə ola bilər? Yox. 8. Ən kiçik qiymət necə ola bilər? Misal üçün, o kağıza yazıb 1, 2, 3, 4, 5, 6, 7, 8. Mən də yazmışam 1, 2, 3, 4, 5, 6. Birləşdirəndə nə olacaq? 8-ə qədər birləşəcək də. O 6 olan azalmır ki, birləşdirirsən də. Bildiniz nə demək istəyirəm? Ona görə birləşdirəndə heç vaxt 8-dən aşağı olmayacaq. Bu qutardı ki, son biri 25 dənə olmalıdır nəsə. Cavabı bura. Hansı doğru? Birinci səhvdir. Burada əbobdursa, burada da əbob olmalıydı. Düzü? Əkob, əbob... Yox, bu səhvdir. Nəyə görə? Çünki burada C olmalıydı. Əkob ABN, əbob AB'yə böləndə C qalırdı. Bu düzdür. Əbob AB'ni əkob AB'yə vuranda bir dənəsi hansı doğrudur deyirsə, bir dənə variant gəlir. Oldu. Yəni, o birisi düz olsa belə ona baxmayacağım da cümlə. Bir damcara verək. Kaydı durdur.